Təşəkkür edirəm, hörmətli sədr əziz həmkarlar. Almaniya prezidentinin Ermənistana səfəri çərçivəsində rəsmi səhifəsində qondarma rejimin bayrağını, dırnaqarası bayrağını paylaşması, o cümlədən erməni haqlarından dəm vurması, beynəlxalq hüquqa zidd davranış olmaqla bərabər, həm də yenidən İrəvan küçələrində aksiyalara başlayan revanşistləri ümidləndirmək, Ermənistanı yeni müharibəyə təşviq etmək demək idi. Lakin Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlinin üzrxahlıq etməsi bir daha göstərdi ki, Cənab İlham Əliyev hərbi siyasi qələbələri ilə elə geosiyasi konfigurasiya formalaşdırıb ki, artıq hər kəs bizimlə bu bölgədə hesablaşmaq zərurətini dərk edir. Hörmətli həmkarlar, toxunmaq istədiyim ikinci məsələ, Türkiyədə müşahidə olunan proseslər fonunda son günlər yanlış olaraq bu proseslərdən Azərbaycan üçün pay biçmək cəhdləri ilə bağlıdır. Bugün cəmiyyətdə bir qism insan nə qədər qəribə də olsa Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətindəymiş kimi davranmaqdadır. Bəli, Türkiyədə gərginlik var, amma problemi yoluna qoymaq üçün qardaş dövlətin yetərincə gücü, Türk xalqının isə yetkin iradəsi mövcuddur və kənardan heç kimin məsləhət və tövsiyələrinə ehtiyac duyulmur. Doğrusu nədir? Türkiyə özü qərar verəcək. Bu mənada Azərbaycandan öz ölkəsində zərrə qədər nüfuz olmayan siyasi luzerlərin Türkiyədə yaşananlara Azərbaycan siyasi kəsim adına müdaxilə xarakterli çıxışlar etməsi sadəcə gülüş doğurur. Bilirsiniz ki, eyni kəsim bir zamanlar profillərini Ukrayna bayraqları ilə bəzəyir, çıxışlarını Slava Ukrayna sözləri ilə başlayıb bitirirdilər. Amma Trumpın hakimiyyətə gəlməsi və Amerika Birləşmiş Ştatlarının bu məsələdə mövqeyinin dəyişməsi ilə adı çəkilən dairələrin Ukrayna sevgisi də başa çatdı. İndi bugün həmin kəsimin yenidən fəallaşmasının məqsədi kifayət qədər aydındır. Antimilli şuur gizlətmir ki, baş verənlərə Türk baharı kimi ümid edir. Amma bu adamlar hələ də başa düşmür ki, Türkün baharı idxal olunan inqilablar deyil. Türkün baharını artıq Cənab İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi ilə başladıb. Türk baharı ilə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizidir. Türkün baharı Qərbi Azərbaycana qayıdışdır. Qərbi Azərbaycandan söz düşmüşən, heç görmüsünüzmü? Qonşu ölkələrdəki hadisələri Soros tezislərinə uyğun əcnəbi media orqanlarında həvəslə təhlil edən antimilli ünsürlər bir kəlmə də olsun Qərbi Azərbaycan mövzusunu dilə gətirsin. Baxmayaraq ki, bugün Azərbaycan siyasətçisinin xarici mediada əsas mövzusu bu olmalıdır. Hansı mövzu 350 mindən artıq soydaşımızın taliyindən daha qiymətli ola bilər? Yaxşı, bu adamların mövqeyinin beynəlxalq camiyyədə Qarabağ bölgəsində mövcud olmuş separatçı rejimin rəhbərlərinin müdafiəsinə qalxanlarının mövqeyindən fərqi nə olur? Təşəkkür edirəm.